Şəhərimizin sakinləri, zəhmət olmasa piyada keçidlərindən istifadə edin. Öz həyatınızı və sürücülərin həyatını təhlükəyə atmayın. İnzibati Xətalar Məcəlləsinin 338.1.2-ci bəndinə əsasən 20 manat məbləğində cərimə olacaqsınız. Sumqayıt şəhərində piyadaların iştirakı ilə bağlı yol hərəkəti qaydalarına nəzarət gücləndirilib. Diqqət edersiniz, qarşıda svetofor var, nizamlayır yolu. Siz orada piyada zolağından keçə bilərsiniz. Amma siz gəlirsiniz, yolun hərəkət hissəsindən keçirsiniz, nəqliyyat vasitələrinin, sürücülərin həyat və sağlamlıqlarını, öz sağlamlığınızı təhlükə altına atırsınız. Çox sağ olun. İstifadə edirik. Biz də sizə maarifləndirici şəkildə bildirmək istəyirik ki, zəhmət olmasa xahiş edirik, piyada zolaqlarından istifadə edin. Şəhərin müxtəlif ərazilərində keçirilən reydlər zamanı Sumqayıt şəhər polis idarəsinin əməkdaşları, Sumqayıt şəhər icra hakimiyyəti və Sumqayıt bələdiyyəsinin nümayəndələri birgə şəkildə fəaliyyət göstəriblər. Əziz vətəndaş, bu yol hərəkəti qaydasını pozur hal-hazırda. Biz də bu şəhərimizdə maarifləndirici iş aparıb, piyadaların yol hərəkəti qaydalarına, təhlükəsizlik qaydalarına riayət edilməsi barədə təlimat keçirik. Hal-hazırda siz biləsiniz ki, öz həyatınızı, həm də sürücünün belə deyim də, hər hansı bir qəza törətməsinə şərait yaradınız. Hansı ki, qarşıda piyada zolağı var. Xahiş edirik, hər zaman o zolaqdan istifadə edəsiniz. Reydlər zamanı müəyyən olunub ki, bəzi piyadalar müəyyən olunmuş piyada keçidlərindən istifadə etməyərək yol hərəkəti qaydalarını pozublar. Nəticədə bir sıra piyadalara qanunvericiliyə uyğun olaraq inzibati cərimələr tətbiq edilib. Siz hal-hazırda yol hərəkəti qaydasını pozun. Xahiş edirik sizdən öz həyatınızın təhlükəsizliyi üçün, qarşıdan gələn sürücünü qəza vəziyyətinə salmamaq üçün indən belə digər vəziyyətlərdə piyada keçidindən istifadə edin. Bu ən əsası sizin təhlükəsizliyiniz üçündür. Qeyd edək ki, bu cür tədbirlərin məqsədi yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək, həm piyadalar, həm də sürücülər arasında qayda pozuntularının qarşısını almaqdır. Sizdən xahiş edirik, diqqət eləyəsiniz, yol keçəndə çalışasınız, piyadalar üçün ayrılmış zolaqlardan istifadə eləyəsiniz. Öz həyat və sağlamlığınız üçün. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bu gün informasiya proqramı üçün.